Həsəddən xilas olmağın yolları. Yəni bir insan və qeyd etdiyimiz kimi həsəd demək elə bir xəstəlikdir ki, hər bir insanda ola bilər. Çox nadir insanlar bundan qurtula bilir. Və bundan necə xilas olmaq olar? Və burada alimlər bəzi yollarını qeyd ediblər. Onlardan bəzilərini qeyd edək. Bunlardan birincisi insan özü Allaha dua etməsi. Yəni daim insan özü dua etməlidir ki, Allah onun nəfsinin şərrindən onu qorusun. Bəli. Bu birinci, yəni dua. Və Allah Taala'dan qəlbi xəstəliklərdən onu sağaltmasını istəməsi. Və ikincisi, həsəd edən düşünməlidir, fikirləşməlidir ki, bu həsəd etməklə Allahın qəza və qədərinə qarşı çıxır. Yəni Allahın qədərinə qarşı çıxır. Çünki Allah Taala hikmət sahibidir. Və Allah Taala kimin hansı nemətə layiq olduğunu daha yaxşı bilir. Bəli. Və əgər Allah bir quluna bir nemət veribsə, artıq qarşı tərəfin bu nemətin yox olmasını arzulaması bu Allahın qəza və qədərinə qarşı çıxmaqdır. Ona görə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə dedi? Bir insanın qəlbində, bir qulun qəlbində kamil imanla həsəd cəm olması. Birləşir. Niyə görə? Çünki əgər həsəd varsa, demək ki, bu imanın şərtlərindən qəza və qədərə iman mövzusunda bu insanda xələl var. Naqislik var. Bəli, yəni insan necə həsəd apara bilər? Bəli, Allah Taala buna verib mülk, var, dövlət. Yəni sən də həsəd aparanda artıq Allahın verdiyinə həsəd aparırsan. Necə ki, sahabelərdən birindən belə bir söz gəlir, deyir ki, həqiqətən Allahın nemətlərinin düşmənləri var. Və sual verirlər ki, kimdir onlar? Deyir ki, Allahın insanlara verdiyi nemətlərə görə onlara həsəd apararlar. Və ona görə həsəd aparan əgər bunu düşünsə və o biz fikirləşsə ki, onun həsəd aparmağı qarşı tərəfə zərər verməz. Əksinə zərəri özünə qayıdır. Necə qayıdır? Özü daim sıxıntı içində olur. Daim qarşı tərəfi düşünür, yəni həsəd etdiyi adamı düşünür və o qarşısına çıxdıqda daha da əsəbləşir. Özünü başlayır öz-özünə əzab çəkməyə. Yəni həsəddən artıq başqa günahlar da doğur. Bəli. Yəni əgər Habili öldürdüsə, deməli ölümə də gəldi. Sözsüz hələ ən aşağısını biz fikirləşirik. Çünki yəni heç bir şey yoxdur, sadəcə insanın özü-özünə narahatçılıq yaradır. Və necə ki, sələflərdən belə bir söz var, deyir ki, həsəd kimi ədalətli qəlbi xəstəlik görmədim. Sələflərdən deyir. Deyir, həsəd kimi ədalətli, yəni insaflı qəlbi xəstəlik görmədim. Çünki niyə görə? O öz sahibini sahibinə əziyyət verir, cəzalandırır, öz sahibini cəzalandırır. Və ona görə də bunu düşünsə əgər, yəni insan düşünməlidir ki, dünyada insanın əldə etdiyi mal, dövlət, nailiyyətlər, bunlar insanın düz səbəblərdən tutur. Amma özünə buna can atmaqla verilmir. Bunu Allah Taala verir. Yəni buna çox can atmaqla, çox nail olmaq, az can atmaqla, az nail olmaq yoxdur burada. Yəni Allah nə yazıbsa o olacaq. Ona görə də yəni bu insan bunu düşünməklə, yəni həsəddən çəkinə bilər.